Bugün biz Jan Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsi ilə tanış olacağıq. Bildiyiniz kimi, Jan Piaget 19-cu əsrdə yaşanmış ən böyük tanınmış alimlərdən biri olmuşdur və o, uşaqlarda zehni inkişafı sistemli şəkildə araşdıran ilk psixoloq olmuşdur. Piaget'i ilk növbədə maraqlandırırdı ki, şagirdlər, ümumiyyətlə uşaqlar, ümumiyyətlə insan öyrənmə insanda necə baş tutur? Uşaqlarda öyrənmə necə baş tutur? Uşaqlar biliyi necə əldə edirlər? Və hansı formada biliyi əldə etsələr, o zaman həmin bilik onlarda uzun müddət yadda qalan olur. Bu istiqamətdə Piaget təcrübələr aparmışdı, müəyyən müşahidələr aparmışdı və uzun illər apardığı müşahidələrin nəticəsində belə bir qərara gəlmişdir ki, əgər hər hansı bir uşaq biliyi aktiv şəkildə özü öyrənirsə, özü tədqiq eləyirsə, özü səhv edə-edə hər hansı bir təcrübə aparırsa və yaxud məsələ üzərində işləyirsə, problem üzərində işləyirsə, araşdırma, tədqiqat aparırsa və bu tədqiqatın sonunda özü bilik əldə eləyirsə, o zaman bu bilik aktiv bilik hesab olunur və uzun müddət şagirdlərin yadında qalır və şagirdlər üçün faydalı olur. Əksinə, müəllim dərs müddətində mühazirə tipli dərs keçərkən, biliyi hazır şəkildə şagirdlərə verərkən, artıq şagird məlumatı əldə etmiş sayılır deyə, onun üçün maraq sönür. Piaget qeyd eləmişdir ki, nə vaxt ki, uşağa bir şey öyrədirsən, o zaman onu kəşf etmək, araşdırmaq şansını bir dəfəlik əlindən almış olursan. Uşaqlara öyrənməni özləri həyata keçirsinlər deyə onlara hər bir imkan yaratmaq lazımdır. Məsələn, müəllim toxumun cücərdilməsi şəraitini, şərtlərini birbaşa şagirdə təqdim etdikdə, artıq bu bilik, yəni passiv bir bilikdir. Çünki şagird bu biliyi, bu məlumatı əldə etdiyi artıq onun üçün maraqsız olur. Amma şagirdə tapşırsan ki, hər hansı bir toxumu cücərtsin, onun üçün bir şərait yaratsan, cücərtsin, sulasın, becərsin, böyütsün və bu zaman səhv eləyə bilər, toxumu cücərtməyə də bilər, cücərdə bilməyə də bilər, nəyə görə cücərdə bilmədi, hansı amillər ona mane oldu və yaxud da ki, hansı amilləri səhv işlətdi, bunu özü araşdırsa və sonda toxumu özü cücərtsə, yəni etdiyi səhvlərlə bərabər sonda müəyyən nəticəyə gələcəkdir. Yəni biliyi aktiv şəkildə özü əldə eləyəcəkdir. Və bu zaman əldə etdiyi bilik dediyimiz kimi uzun müddətli bilik olacaq, aktiv əldə olunmuş bilik olacaq və şagird üçün məna kəsb edən bir bilik olacaqdır. Ona görə də Piaget nəzəriyyəsi bu istiqamətdə demək tədqiqatlarını aparmışdır və bundan əlavə Piaget bunu da müşahidə etmişdir ki, eyni suallara müxtəlif yaşda olan şagirdlər müxtəlif cür cavab verir. Və kiçik yaşlı şagirdlər hər hansı bir suala böyüklərdən fərqli cavab verməsi, böyüklərdən səhv cavab verməsi niyə olur? Bu niyənin səbəbini araşdırarkən Piaget belə bir qərara gəlir ki, demək ki, böyük şagirdlərlə kiçik şagirdlərin düşünməsində ciddi fərqlər var və başlayıb bu fərqləri araşdırmağa. Ümumiyyətlə Piaget şagirdlərdə, ümumiyyətlə nəinki şagirdlərdə, uşaqların doğulduğu andan yuxarı yaş qruplarına qədər deyir ki, zehni inkişaf eləyir və zehnin inkişafını 4 mərhələyə bölür. Doğulduğu andan 2 yaşına qədər olan uşaqlar hissi hərəki mərhələdədirlər. Hissi hərəki mərhələdə olan uşaqların hansı xüsusiyyətləri var? Bu yaş dövründə olan uşaqlar sadəcə şərti reflekslər yaranır. Məsələn, butulka görəndə onlarda sevinç hissi yaranır. Çünki dəfələrlə o butulkada hər hansı bir qida qəbul etmiş uşaqlar artıq o butulkaya qarşı reflektiv bir hərəkət göstərirlər, hərəkət nümayiş etdirirlər. Yəni artıq dəyərləri burada təbii ki, dəyərləri və qaydaları, heç bir dəyər və qaydaları bilmirlər, anlamırlar, dərk etmirlər, onlara cavab vermirlər. Sadəcə hissləri ilə ətraf mühitə cavab verirlər. Hissi hərəki mərhələ özünü 2 fonda göstərir. 8 aylığına qədər və 8 aylığından 2 yaşa qədər olan mərhələ. 8 aylığına qədər uşaqlar gözünün önündə olan əşyaları dərk edirlər. Yəni dünya sadəcə onların gözlərinin önündə olan bir məfhumdur. Əllərindən düşən, gözlərindən itən hər hansı bir əşyanı axtarmamağa çalışırlar, axtarmırlar. Amma 8-9 ayından sonra artıq dünyanın gözünün önündə olduqları əşyaların var olduğuna inanmırlar. Yəni əşya əgər onun gözünün önündən itibsə, yenə də var. Yəni buna deyirik əşyaların davamlılığını hiss etməyə çalışırlar və ona görə də göz önündən itən əşyanın arxasınca ağlamağa başlayırlar. Buna ayrılıq təşvişi sindromu deyilir. Məsələn, hər hansı bir oyuncağı əlindən alınarsa və yaxud da ki, anası gözünün önündən itərsə, anası gedərsə, onun dalından ağlamağa başlayırlar. Amma 8 aylığına qədər bu belə olmur. Məsələn, dovşan oyuncağını alıb ayı oyuncağını verəndə, gözünün önündə ayı oyuncağı olanda, dovşan oyuncağı artıq onların yadından çıxır. İkinci mərhələ 2-7 yaş aralığında olan
mərhələdir. Yəni təbii ki, burada bağça yaş dövrünə daha çox uyğun gəlir bu mərhələ. Bu mərhələdə olan uşaqların bir sıra xüsusiyyətləri var. İlk əvvəl onu qeyd eləyək ki, bu mərhələdə uşaqlarda egosentrik düşüncə formalaşır. Egosentrik düşüncə nədir? Hər bir hadisənin mərkəzində özünü görür. Məsələn, bağçada müəllim qeyd edir ki, hər hansı bir əşya haqqında danışanda mənim də o əşyadan var, mənim də atam bu hərəkəti eləyir, mən də oynayıram, mən də müəllim kimi iştirak eləyirəm və yaxud evə hər hansı bir digər kənar bir uşaq gələndə bu əşya mənimdir deyə, yəni digərlərindən onu alır, öz əşyasına sahib çıxır. Buna deyirik egosu formalaşır, mənlik hissi formalaşır bu yaş dövründə. İkinci, bu yaş dövründə olan uşaqlar ancaq gördüklərini əsasən müəyyən qayda, yəni öz təcrübələrinə əsasən fikir yürütməyə çalışırlar. Məsələn, əgər görürlərsə quş uçur və it hürərkən quş uçur, onlar elə bilirlər ki, quşun uçmasına səbəb itin hürməyidir. Nə qədər başa salsan ki, quşların uçmaq qabiliyyəti var, onlar inanmırlar. Amma görsələr ki, yəni it hürmədən də quşlar uçur, artıq onlarda bu təsəvvür formalaşır ki, demək quşlar uçmaq qabiliyyətinə malikdir. Yəni öz təcrübələrinə əsasən fikir söyləyirlər. Bundan başqa, həddən artıq ümumiləşdirmə aparırlar. Məsələn, ana tez-tez deyir, toxunma, qayçıya toxunma, əlini kəsər, artıq qayçı onun yəni beynində kəsici bir alət kimi qalıbdır. Ona görə də bərbərə gedəndə, qayçı görəndə də yenə onda qorxu hissi formalaşır. Başqa bir xüsusiyyət, həddən artıq ümumiləşdirmə. Bu həddən artıq ümumiləşdirmə nədir? Məsələn, küçədə görən, ağaclarda görən çiçəyə də gül deyirlər, qızıl gül olsun, çoban yastığı olsun, hər bir şeyə gül deyirlər. Bu yaş dövründə yəni ümumiləşdirmək, qruplaşdırmaq yoxdur bunlarda. Məsələn, şəkil göstərə bilərsən, hansı ki, o şəkildə bir ailə fotosu var. O fotoda qeyd eləyə bilərsən ki, burada ən hündür kimdir? Ən böyük kimdir? O şəkildəki ən böyük insan kimdir? Onu ən yaşlı insan kimi yox, ən hündür insanı göstərib ən böyüyün o olduğunu göstərəcəkdir. Və yaxud da ki, 2 eyni stəkanda su var və bu stəkanları birini dar uzun kolbaya tökürük, birini isə enli bir stəkana tökürük bu suları və şagirdə qeyd edirik ki, bunlardan uşağa göstərir ki, bunlardan hansı daha çoxdur, hansı stəkandakı su daha çoxdur. O dar uzun kolbaya tökdüyümüz suyun daha çox olduğunu göstərəcək, çünki o ancaq gördüklərinə əsasən bir qərara gəlir. Gördüyünə əsasən bir nəticə çıxardır. Məhz bu mərhələdə olan uşaqlar, yəni ilkin əməli mərhələdə olan uşaqlar, yenə də qeyd edirəm, egosentrik düşüncə formalaşır, həddən artıq ümumiləşdirmə eləyirlər. Yəni onlar məsələn qırmızını müxtəlif rənglərə bölmürlər ki, bu açıq qırmızıdır, tünd qırmızıdır. Onun üçün qırmızı rəng elə qırmızıdır. Al qırmızı olsun, tünd qırmızı olsun, yəni yetər ki qırmızıdır. Yəni bunları qruplaşdırmırlar və yaxud da ki, gördüyü hər gülə gül deyə müraciət eləyirlər. Onları da ayırmırlar ki, bu gülün növlərinə görə ayırmırlar. Öz təcrübələrinə əsasən fikir söyləyirlər. Bu yaş dövründə nitq inkişaf etməlidir. Ona görə də rollu oyunların oynanılması bu yaş dövründə olan şagirdlər üçün çox önəmlidir. Uşaqlar üçün çox önəmlidir. 7-11 yaş arası olan uşaqlar təqribən ibtidai sinif şagirdləridir və bu yaş dövrünün mərhələsi konkret əməli mərhələ adlanır. Bu yaş dövründə şagirdlərdə bir qədər də məntiqi düşüncə formalaşır, induktiv düşünmə formalaşır. İnduktiv düşünmə nədir? Gördüklərini ümumiləşdirib bir qayda çıxartmaqdır induktiv düşünmə. Bu yaş dövründə olan uşaqlar artıq bir qədər sadə məsələləri beyində həll etməyə çalışırlar. Yəni ilkin əməli mərhələdə artıq şagirdə sual versən ki, 2-ci üstə 5 gələni neçə eləyir, o barmaqlarından istifadə eləyirsə, amma konkret əməli mərhələdə olan şagirdlər bunu beyinlərində daha çox hesablama apara bilirlər. Abstrakt düşüncənin başlanğıcı qoyulur, yəni beyində düşünmənin, hər hansı bir məntiqi bir məsələlərin düşünmək sadəcə formalaşır bu yaş dövründə. Dediyimiz kimi induktiv məntiqdən istifadə olunur, induktiv düşünmə formalaşır. Formal əməli mərhələsi 11-12 yaşından başlayaraq, yəni 5-ci sinifdən daha yuxarı yaş qruplarına qədər, yəni yetkinliyə qədər davam eləyir və formal əməli mərhələdə deduktiv məntiq formalaşır. Abstrakt düşüncə inkişaf eləyir, provokativ suallara cavab axtarırlar, hipotetik düşüncə formalaşır. Məsələn, bu yaş dövründə olan uşaqlar mərhəmət hissi, ədalətlik hissi, vicdanlılıq hissi formalaşır. Bu yaş dövründə olan uşaqlar problemi həll etməyə çalışarkən artıq daha mərhələli, daha məntiqli, daha sistemli formada hər hansı bir problemi həll etməyə çalışırlar. Məsələn, bu yaş dövründə olan uşaqlara provokativ suallar verirsən və yaxud onların beyinlərində provokativ suallar formalaşır.
Məsələn, sual verə bilərsən ki, uğura qazanmağa çalışırsan, uğur qazanmağa çalışırsan, yoxsa uğurlu görməyə çalışırsan? Baxın, belə bir sualla formalaşdıra bilərik. Və yaxud biologiyadan xəstəlik törədən canlılar sadəcə sağ qalmağa çalışan canlılardırsa, onları pis adla adlandırmaq nə qədər doğrudur? Sual verə bilərsən. Və yaxud da ki, insan planetin ən ağıllı canlısı, yoxsa ən dağıdıcı canlısıdır? Bunu kimi provokativ suallar verə bilərsən və yaxud da ki, ac insanın oğurluq etməsinə necə baxırsan? Bu suallar sanki müxtəlif fikirlərin formalaşmasına səbəb olur. Yəni, bu elə bir suallardır ki, bunlar dilemmalar adlanır. Yəni, bu suallara müxtəlif şagirdlər müxtəlif cür cavab verə bilər. Təbii ki, onların düşünmə tərzindən asılı olaraq müxtəlif cür cavab verər və formal əməli mərhələdə daha çox şagirdlərə bu tipdə sualların verilməsi onların inkişafına daha da köməklik göstərir. Formal əməli mərhələdə dediyimiz kimi deduksiya formalaşır. Gəlin burada induksiya və deduksiya arasında fərqə baxaq. Ümumiyyətlə, induksiya nədir, deduksiya nədir? Induksiya gördükləri nəticədən ümumi bir qaydaya gəlməkdir. Yəni, xüsusidən ümumiyə gəlməkdir. Deduksiya bunun tamamilə əksidir. İnduksiya müşahidə və təcrübələrə əsaslanır. Sən gördüklərin, müşahidə etdiklərin və ya təcrübə apardıqlarını ümumiləşdirib bir qayda çıxardırsan. Deduksiya isə qaydanı bilirsən və həmin qaydaya əməl etməyə çalışırsan. Adətən induksiyadan, məsələn, alimlər nəyisə kəşf eləyərkən və yaxud da hansısa bir nəzəriyyələri yaradarkən induksiyaya əsaslanırlar. Niyə? Çünki hər hansı bir alim hər hansı bir nəzəriyyəni yaradarkən digər alimlərin fikirlərini ümumiləşdirir, fikirlərini toplayır və yaxud da ki, təcrübələr aparır, təcrübədən alınmış nəticələri toplayır və müəyyən bir nəzəriyyə və yaxud da ki, qayda çıxardır. Fiziki tərbiyəyə aid belə bir nümunə söyləyə bilərik ki, ümumiyyətlə də məişətimizdən belə bir nümunə söyləyə bilərik ki, induksiyaya aid. Bugün dərsdə olan şagirdlər idman formasında idi. Dünən də fiziki tərbiyə dərsində olan şagirdlər idman formasında idi. Keçən həftə də fiziki tərbiyə dərsində şagirdlər idman formasında idi. Demək, fiziki tərbiyə dərsində şagirdlər həmişə idman formasında olur. Yəni, burada induksiyadır. Niyə? Çünki artıq mən gördüklərimə əsasən 1 dəfə, 2 dəfə, 3 dəfə müşahidə eləyirəm və müşahidələrimi ümumiləşdirib bir fakt ortaya qoyuram. Yəni, bir qaydaya gəlirəm ki, demək, fiziki tərbiyə dərsində şagirdlər həmişə idman formasında olurlar. Bunun əksi nədir? Bunun əksi deduksiyadır. Deduksiyada, yəni qayda əvvəlcədən verilir. Məsələn, bütün fiziki tərbiyə dərsləri idman zalında keçirilir. Bugün fiziki tərbiyə dərsidir, tutaq ki, 7A sinifinə, hal-hazırda 7A sinifinə fiziki tərbiyə dərsidir və demək ki, 7A sinifi hal-hazırda idman zalındadır. Mən hardan bildim ki, fiziki tərbiyə dərsində 7A bu dəqiqə idman zalındadır? Çünki öncədən qaydanı bilirəm ki, öncədən, yəni belə bir ümumi qayda budur ki, fiziki tərbiyə dərsi adətən idman zalında keçirilir. Və yaxud da digər bir nümunə deyə bilərəm. Bütün canlı hüceyrələrdə maddələr mübadiləsi gedir. Bitki də canlıdır, demək bitkidə də maddələr mübadiləsi gedir. Bu da yenə deduksiyaya misaldır. Və yaxud ikinci kurs tələbələri sabah tədbirdə iştirak edəcək. Mənim dostum Əli də ikinci kurs tələbəsidir. Demək, Əli də sabah tədbirdə iştirak edəcək. Bu da yenə deduksiyaya misaldır. İnduksiyaya müxtəlif fənlərə misal göstərmək olar. Məsələn, mis elektrik keçirdir, alüminium elektrik keçirdir və demək ki, metallar elektrik keçiricindən malikdir. Mən 2 dənə nümunəni ümumiləşdirib bir qayda çıxartdım ki, metallar elektrik keçiricilərdir. Dərsimiz bu qədər.